Yeni aparılan elmi araşdırma uşaqların gündəlik texnologiya istifadəsinin göz sağlamlığına mənfi təsir edə biləcəyini ortaya qoyub. Araşdırma Scientific Report jurnalında dərc olunub. Yaponiyanın Tokyodakı ibtidai məktəblərindən birində keçirilən bu tədqiqatda ekran qarşısında keçirilən vaxtın və oxuma vərdişlərinin uşaqların göz quruluşundakı fərqlərlə əlaqəli olduğunu müəyyən edib. Alimlər gözün damar təbəqəsi olan xorioideyanın qalınlığını ölçərək müxtəlif davranış faktorları ilə müqayisə edib. Nəticələrə görə kompüterdən uzun müddət istifadə edən uşaqlarda xorioideyanın bəzi bölgələrində nazilmə müşahidə olunub. Əksinə, planşet, smartfon və oyun qurğularından istifadə bəzi hallarda damar təbəqəsinin qalınlaşması ilə əlaqələndirilib. Tədqiqat göstərib ki, uşaqlarda göz oxunun uzunluğu və refraksiya pozuntuları xorioideyanın qalınlığı ilə əhəmiyyətli şəkildə əlaqəlidir. Bu amillər erkən yaşda başlayan və sürətlə inkişaf edən miopiyanın göstəricisi ola bilər. Yüksək miopiya isə gələcəkdə qlaukoma, retina qopması və miopik makulopatiya kimi ciddi göz xəstəlikləri ilə nəticələnə bilər. Araşdırma ilə bağlı cərrah-oftalmoloq Leyda Kazımovaya müraciət etdik. Yerli mütəxəssisin cavabını təqdim edirik. Dərc olunmuş elmi məqalədə siz söylədiyiniz kimi xərideyə gözün damarlı qatın nazikləşməsi nə ilə müşahidə olunur? Bəli, uzağı pis görən insanlarda miopiya xəstəliyi ələxüsus da yüksələn, sürətlə inkişaf edən, yüksək dərəcəli miopiya xəstələrdə gözün damarlı qatı, xərideya qatı çox nazik olur. Amma tam əksinə yaxını zəif görən insanlarda, bunlarda hipermetrop deyirlər, onlarda xərideya qatı daha qalın olur. Əslində, miopiya bir sıra gözün ön və arxa segmentində patologiya yarada bilər. Quruluq patologiyası, çünki insan diqqətlə bir mərkəzə baxır, müşahidə edir və göz qırpması müşahidə olunmur. Gözün ön qatının damarı olmadıqda göz yalnız yaş təbəqəsinin hesabına qidalanır. Bu da ki, əlbəttə göz qırpılmayanda, doğru bu görmə analizatorunun istifadə etməyəndə bu proses tamamilə pozulur və uşaqda quru göz sindromu da əmələ gəlir. Azərbaycanda endemik olan keratokonus xəstəliyi də əlavə olunur və burada üçüncülü və daha qorxunc miopiya xəstəliyi varsa, biz gələcəkdə dinamikada müşahidə etməliyik ki, qlaukoma göz təzyiq xəstəliyi də olmasın. Cərrah-oftalmoloq Leyda Kazımova xəstəliyin qarşısını alma üsullarını da açıqlayıb. Miopiyanın qarşısını necə alaq, necə edək ki, bu xəstəliyə qalib gələ bilək? Əlbəttə ki, doğru olan limitli kompüter istifadəsi, dərs oxumaları, stolüstü oyunlar və əlbəttə ki, təmiz havada idmanla məşğul olan uşaqlarda bu xəstəliyin qarşısını ala bilirik. Medikamentoz müalicə də var. Uşaqlar yatanda 1 ay ərzində, 2 ay ərzində xüsusi bir preparat damlanılır və bununla da gözün əzələləri üzərində aparılan çalışmalar nəticə etibarilə miopiyanın qarşısını almaq olur. Və əlbəttə ki, gecə linzalar və gün ərzində taxılan eynəklər. Miopiyanın qarşısını almaq üçün uşaqlarda texnologiya istifadəsinə nəzarət edilməli, düzgün oxuma məsafəsinə əməl olunmalı və uşaqlar açıq havada daha çox vaxt keçirməlidirlər deyə cərrah fikrini tamamlayıb.